Situasiyamızda 8-ci sınavın situasiyasında nə deyir bizə? Sınav şüşəsində 37,8% oksigensiz qarışığı olan müəyyən miqdar qurğuşun 2 nitrat əlavə edilmiş və tədricən qızdırılmışdır. Sınav şüşəsindəki oksigen atomlarının sayı 50% azaldığı anda qızdırılma prosesi dayandırılmışdır. Reaksiya zamanı ayrılan qaz qarışığı içərisində 120 qram metan qazı olan sabit həcmli qabda toplanmışdır. Nəticədə isə qabda təzyiq 2 dəfə artmışdır. Eyni temperaturda təbii ki. İndi birinci situasiyanın hələ ki gedişatını anlayaq, davamında sualları həll edərik. Plümon nitratı parçalayırıq yoldaşlar. Parçalama təni ilə burada yazıram. Nə alınır buradan? Deməli, plümbumun elə bil ki O plus NO2 plus bir də O2 əmsallaşdırsaq, məncə burada 2, 2, 4, 1 düşür deyəsən əmsallar. Harisə texnik səhv eləsəm deyərsiniz. Deməli, burada yoldaşlar 2, 4, 1. İndi burada bizə deyir ki, parçalanma reaksiyasını yazırıq və oksigensiz qarışığı var müəyyən qədər. Oksigensiz qarışığı saxlayaq şəmərdə hələ ki, bura qalsın. Bura bizə lazım deyil müvəqqəti olaraq. Sınaq şüşəsindəki oksigen atomlarının sayı 50% azaldığı anda qızdırılma prosesi dayandırılır. Reaksiya zamanı ayrılan qaz qarışığı içərisində 120 qram metan qazı olan sabit həcmli qabda toplanmışdır. Ayrılan qaz qarışığı NO2 və O2'dir. Bu qaz qarışığını aparıb başqa bir qabda toplamışım. İndi yoldaşlar, bir qab düşünək. Bu qabın içərisində təzyiq sabit temperaturda, o zaman iki sabit temperatur və sabit həcmdə, o zaman təzyiq 2 dəfə artar ki, o qabın içərisində qazların molekul sayı 2 dəfə artsın. 120 qram metan qazı 120'ni bölürəm 16'ya. 120'ni 16'ya böləndə yoldaşlar eləyir deməli neçə dəfə? 7,5. 7,5. Deməli 7,5 mol mənim qabımda metan qazı var. 7,5 mol metan qazı varsa, deməli 7,5 mol molekul var. 7,5 Na sayda molekul var. Yenə deyirəm, qabda biz təzyiq suallarını artıq neçə dənə işləmişik. Topluda da təzyiqə aid suallar var. Nə bilim, əksər yerdə qarşımıza çıxır da. Təzyiqə aid suallara diqqət etməliyik ki, qabın həcmi sabitdirsə, həmin qabda molekulların sayı artarsa təzyiq orada artar. Və molekulların sayı 2 dəfə artsa təzyiq 2 dəfə, 10% artsa 10% artar. Yəni molekulların sayı necə artsa təzyiq də onun kimi artar. İndi 7,5 mol molekul varsa, metan qazı varsa qabda, mən deməli bu qabda təzyiqin 2 dəfə artması üçün bura 7,5 mol da mən qaz daxil eləmişəm ki, 2 dəfə artıb molekulun sayı, qaz molekullarının sayı, təzyiq 2 dəfə artıb. Deməli, biz bu qaba 7,5 mol qaz daxil eləmişik. Yenə deyirəm, bax, qabın içərisində 7,5 mol metan qazı var idi. Təzyiqin 2 dəfə artması üçün mütləq molekulun sayı 2 dəfə artmalıdır. Deməli, mən bura həmin molekulların sayı qədər də mən molekul daxil eləmişəm bu qabın içinə. 7,5 molu mən hardan almışdım? NO2 ilə O2'nin qarışığını aparıb o qaba daxil eləmişdim. Sən demə, mən bu qarışıqdan, bu reaksiyadan daha doğrusu üzr sayın, 7,5 mol NO2 və O2 almışam yoldaşlar. İndi davam edək ardına sualın. Görürük ki, burada 2 mol plumbum NO3 reaksiyaya daxil olduğu anda nə qədər qaz ayrılır buradan? 2 mol plumbum nitrat parçalananda 5 mol qaz ayrılır. 4 mol NO2, 1 mol oksigen, 5 mol qaz ayrılır. Bəs 7,5 mol qaz nə qədər plumbum nitratın parçalanmasından ayrılar? X qədərin parçalanmasından. Amma bir saniyə gözləyin, mən bir dənə sualın burasında baxın. Oksigen atomlarının sayı... burada bir şey deyim yoldaşlar, bax. Yaxşı olar ki, oksigen atomlarının sayının 50% azaldığı anda qızdırılma prosesi dayandırılmışdır. İndi nəyə diqqət eləməliyik biz burada? Baxın, biz diqqət eləməliyik ki, plumbum O bərk nümunə olduğu üçün bu qabın içərisindədir. Bir də qızdırılmanı saxlamışamsa, plumbum nitratın artığı da qabın içərisindədir. Mən diqqət eləməliyəm ki, qabda oksigen atomlarının sayının azalması qabı tərk eləyən bu qazların sayəsində baş verir.
7,5 mol qaz qarışığı əgər qabı tərk edibsə, bu 7,5 molun nə qədəri NO2, nə qədəri oksigendir. Və yaxud belə tapaq da, lap istəyirsinizsə. 4 mol NO2, 1 mol O2, 5 mol qazda nə qədər oksigen atomu olurdu? Deməli, 4 mol NO2-də 8 oksigen, 1 mol O2-də də 2 mol oksigen, cəmi deməli 10 mol oksigen olur. Deməli, 5 mol bu qaz qarışığında 10 mol oksigen olan şeydir. 7,5 mol qaz qarışığı tərk edib qazı. 7,5 mol qaz qarışığı deməli neçə mol oksigen saxlayar öz içində? Bu da eləyər yoldaşlar 15 məncə, səhv eləmirəmsə 15, bəli, 15 mol. Deməli mənim 15 mol oksigenim qabı tərk edib. Hə. Baxın görək, bura qədər problemimiz yoxdursa, deməli bax cümləyi də təkrar edeyim. Burada bizə deyir ki, qabdan ayrılan oksigen atomlarının sayı 50%, yəni qabdakı daha doğrusu oksigen atomlarının sayı 50% azalarsa, mən də qabdan 7,5 mol qaz ayrılıb deyə tapmaq istəyirəm görək nə qədər oksigen atomu mənim qabımı tərk edib. 4 mol NO2, 1 mol O2, yəni 5 mol olanda bu qaz qarışığı bir yerdə öz içində 10 mol oksigen atomu saxlayırdı. 4 NO2-də 8, 1 O2-də 2. Deməli, 5 mol qaz qarışığı 4 NO2, 1 O2 içində 10 mol oksigen atomu saxlayır. 7,5 mol qaz qarışığı nə qədər oksigen atomu saxlayır? 15 mol. Deməli, mənim qabımı 15 mol oksigen atomu tərk edib. Cümləyə baxın, oksigen atomlarının sayı 50% varsa, deməli 15 mol oksigen 50% idisə mənim oksigen atomlarımın. Deməli, əvvəl mənim 30 mol oksigen atomum olubmuş. İndi plumbum nitratın bilirsiniz ki, 1 molunda 6 mol oksigen atomu var. 3 vur 2, 6 mol. Mən plumbum nitratı nə qədər götürməliyəm ki, bunun içərisində 30 mol oksigen atomu olsun. 5 mol versəm plumbum nitrata, 5 vur plumbum NO2-də. Burada 30 mol oksigen atomu olar. Deməli, mənim cəmi 5 mol plumbum nitratım olmalıdır ki, 30 mol oksigen atomum olsun. Bunun da indi yoldaşlar, nə qədəri parçalanacaq da onu hesablamamışam hələ. Amma bir onu bilirəm ki, bir qədəri parçalanacaq, bir qədəri artıq qalacaq. İndi hesablamaq olar düzdür, amma baxaq görə ehtiyac varsa hesablayaq da, heç olmasa. Lazımsız şeylər hesablayıb yormayaq özümüzü. Baş verən reaksiya tənini yazın və əmsallaşdırın. Bu birinci meyar hazırdır. Reaksiya zamanı ayrılan qazların qarşısında müvafiq olaraq rənglərini qeyd edin. NO2 qonur rəngli, oksigen də rəngsiz qazdır. Adlarını da qeyd edə bilərsiniz qabağında. Bu birinci, ikinci meyar hazırdır. Bu sadə tipdir hələ ki. Qabda toplanmış qaz qarışığının orta molyar kütləsini hesablayın. Yoldaşlar, qabda toplanmış qaz qarışığı nədir? 7,5 mol CH4 qazı və 7,5 mol da NO2 ilə O2 qazlarının qarışığı var. Yəni 7,5 mol CH4 qazı var idi. 120 qram CH4 qazı. Onu vermişəm zaten qramını. 120 qram. Siz bura əlavə olaraq da 7,5 mol qaz gəlirsiniz. İndi 7,5 mol qazın kütləsini tapaq. Zaten CH4-ün 7,5 yazmıram. Qramı bəllidir zaten. 120 qram. Bir özümü yormayayım da. Qrama çevirməliyəm axı. 120 qram CH4 var idi. Mən bura nə qədər əlavə qaz daxil elədim bu qaba, rahat tapmaq üçün? 4 mol NO2-nin kütləsi. 4 vuraq. Nə qədər idi yoldaşlar? 4 vur 46 plus 32. Məncə bu eləyir 210. Neçə eləyir bu? 216. Səhv vurmadımsa. Səhv vursam deyin yoldaşlar. 216 eləyir məncə bu. Deməli 216 qram 5 molu 216 qramda. Bu qaz qarışığının 5 molu 216 qramdır. Bura yazım qoy. 5 molu 216 qramdır. 4 mol NO2, 1 mol O2. Amma mənim bu qaz qarışığım 7,5 moldur. 7,5 mol nə qədər olar bəs? Bu qaz qarışığının. Nə qədər olar? 2,5 dəfə 1, 108 gəlir evimizdə. 324. Səhv vurmuramsa əgər. 324. Elə. Deməli, 324 qramda tapdığım qaz qarışıqdır. Lara düzdür rəqəmlər yoxsa? 324 qramda NO2 ilə O2 qazlarını daxil eləmişəm bu qaba. Yenə deyirəm yoldaşlar, bax. Mənim 120 qram metan qazım olan qaba
aldığım NO2 ilə oksigeni daxil eləməliyəm. NO2 ilə oksigeni də bu qaba daxil eləyəndə NO2-nin 4 molu 4 vur 46, oksijenin də 1 molu 32. Yəni 5 mol qarışıq 216 qramdır. Axı mən 7,5 mol almışdım. 7,5 mol nə qədər olar? 324 qram. Deməli bu qabın içərisində toplam 120 plus 324. 444 qram qaz qarışığı var bu qabın içində. 444 qram. Daha sonra da bu 444 qramı bölürəm 15 mola. Çünki qaz qarışığının orta molyar kütləsini tapmaq üçün nə edən şeydir? Qarışığın ümumi kütləsini bölən şeydir mola. 15 mol metan qazı var idi. Üzrü sayın. 7,5 mol metan qazı var idi. 7,5 mən əlavə eləmişdim qaba. 15 mol qaz qarışığı olmuşdu opşu. 444-ü bölürük 15-ə. O da bərabər deyir neçə? 29,6. Əla. 29,6 tapmısan Arif? Əlasan. 29,6. Buraya yazıram 29,6. Deməli, birinci meyar 29,6. Hani bu? Təcrübənin həmin qaz qarışığını şarın içərisinə doldursaq, daha sonra şarı əlimizdən buraxsaq, nə baş verər? Havanın orta molyar kütləsi 29-dur. Havadan ağır qazı buraxsaq, o yerə düşər. Havadan yüngül qazı buraxsaq, o yuxarı doğru uçar. Ona görə deməli bu şar yerə doğru hərəkət edəcək yavaş-yavaş. Bu meyarda da problemimiz yoxdursa, burada da problemimiz yoxdursa, keçək növbətiyə. 30-cu sual. Sınaq şüşəsinin bərk maddə kütləsinin zamandan asılı qrafikini qurun. Bir dənə burada yoldaşlar deməli. Oksigensiz qarışıq 37,8% var idi. Bunu bir dənə nəzərə alaq. Unutmayaq onu. Deməli bizim bayaq tapdığımız hər şey öz yerində dursun. Biz bayaq tapmışdıq ki, 5 mol plumbum nitrat var idi. 5 mol plumbum nitratın kütləsi nə qədərdir yoldaşlar? Yəni biz bərk maddənin kütləsini bir nöqtədən başlamalıyıq hardansa. Başlayacağımız nöqtə nə qədərdir? 5 mol plumbum nitratın kütləsi. 5 vuraq neçə edir yoldaşlar emeri bunun? Arif neçə edir Arif? Görək. 5 vuraq neçə? Emerin deyin. 331. 231. 331. 331. Hə. 5 vuraq 331 bunun kütləsidir. Amma bu bizim ilkin kütləmiz deyil. Çünki əlavə olaraq oksigensiz qarışığımız da var. 5 vuraq 331 bizim nə qədərimizdir yoldaşlar? Elə bil ki bu 37,8% oksigensiz qalığımızdır. Onda oksigenli qalığımız, plumbum nitratımız bizim 62,2%'dir elə. 60,2 eləyir, düz buyurdum. 62,2, hə. 60,2% eləyir deməli. Bu bizim elə bil ki oksigensizimiz 37,8%'dirsə oksigensiz qarışığımız. Deməli, plumbum nitrat 60,2%'dir. Yazıram ki onda. 5 vur, hani o yazdığım bayaq ki. 5 vur 331 62,2%'dirsə ilkin qarışıq 100% nə qədərdir? Tapıram buradan x nə edir yoldaşlar? Bəli, mən də boya kimi gəldim. Bundan sonra girmir deyə saxladım. Rəqəmi indi neçə edir hardasa rəqəm? 62,5 versə Bunu belə görüm yaxşı. Neçə edir rəqəm? 2648. 2648. İndi 2648'dən, yəni indi rəqəm heç o problem deyil. 2648'dən başlayırıq və bu bərk nümunənin kütləsi başlayacaq azalmağa. Nə qədər azalacaq yoldaşlar? Bunun da azaldığı kütləni bayaq tapmışdıq. Bax, artıq ehtiyac yox hesablamağa. Biz 7,5 mol ayrılan qazın kütləsini bayaq nə qədər tapdıq sizinlə? 300, neçə tapmışdım bayaq? 24 deyəsən. NO2 ilə oksigenin kütləsi qədər bərk nümunənin kütləsi azalır. Yəni, bu kütlə 324 qram azalır. Bərk nümunənin kütləsi 324 qram azalmaya uğrayır. Aydındır? Bax, belə bir şey. Deməli, 5 mol plumbum nitrat var idi.
Əlimizdə ilkin olaraq. 5 mol plümbum Bəli. nitratın kütləsi 5 vuraq ml. 5 vur 331 qram eləyir. Bu 60,5%dirsə, baxın qarışığın ilkin olaraq 38,5%-i kənar qarışıqdır. 60,5% də deməli plümbum nitratdır. 5 vur 331 60,5%-dirsə 100% bütöv ilkin qarışıq nə qədərdir? 2600 nə qədərsində bu rəqəm? Belə deyək ki, yuvarlaqlaşdırıb yazılır. 2648. Deməli, bu qədər ilkin qarışıq var. İlkin qarışığın bərk nümunənin kütləsinin azalmasına səbəb olan şey də nədir yoldaşlar? Ayrılan qaz. Ayrılan qazın kütləsini də bayaq zaten tapmışdıq ki, 7,5 mol qaz qarışığı 324 qramdır. 324 qram bərk nümunənin kütləsi azalacaqdır. Yəni, buradan başlayıb 324 qram azalacaq, gələcək, nə bilim, 2324 mi qalır, nə qalır, belə bir şey. Hə. Baxın görək indi burada